Fərdi sahibkarların sosial sığorta haqlarının mövcud dərəcələrlə hesablanması müddəti yanvarın 1-də bitir. Növbəti ildən qanunvericiliyə dəyişiklik edilməyəcəyi halda fəaliyyət göstərdikləri sahələrdən asılı olaraq fərdi sahibkarların sosial sığorta yükü artacaq. Lakin sosial sığorta haqqında qanuna təklif edilən dəyişikliyə əsasən fərdi sahibkarlar gələn ildən sosial sığorta haqlarını dövriyyədən 2% dərəcə ilə ödəyəcəklər. Bu zaman sığorta haqqının minimum məbləğ həddi, minimum əmək haqqının 15%, yəni 60 manat. Maksimum məbləğ həddi isə minimum əmək haqqının bir misli, yəni 400 manat təşkil edəcək. Bakı şəhərində ticarət sahəsində fəaliyyət göstərən, aylıq gəliri 5000 manat olan mikro sahibkarın ödədiyi aylıq sosial sığorta haqqı mövcud qanunvericiliyə görə 100 manat təşkil edirsə, qanuna dəyişiklik edilməyəcəyi halda bu məbləğ 2 dəfə çox, yəni 200 manat olacaq. Lakin təklif olunan yeni modelə görə aylıq gəlirə 2% dərəcə tətbiq etməklə hesablanacaq sosial sığorta haqqı 100 manat, yəni mövcud sosial sığorta yükü ilə eyni olacaqdır. Eyni sahədə aylıq gəliri 3500 manat olan mikro sahibkar üzrə aylıq sosial sığorta haqqı 100 manatdan 70 manata enəcək. Ağdam rayonunun Xıdırlı kəndinə və Xoca